gedək seyr edək qız qalasını, İçəri şəhərin mərd balasını. Gözləyir yolumu mənim bu yerlər, Bakının anası İçəri şəhər. Gözləyir yolumu mənim bu yerlər, Bakının anası İçəri şəhər. A gülüm, gözəlim, gəl gedək, gəzinək, gəzinək, gəzinək bizə mehriban küçələrdə. Bugün məhz bu mahnı məni İçəri şəhərə gətirdi. Bugün mən Şirvanşahlar Sarayı kompleks ərazisinə yerləşən Şirvanşahlar türbəsinin qarşısında dayanmışam. Gəlin birlikdə bu türbəyə baxaq. Həm gözəl, həm də tarixi düşüncələrlə. Gəl keçək evlərin arasından biz toxusun. Türbə 15-ci əsrdə Şirvanşah 1-ci Xəlullahın özünü və ailə üzvlərini dəfn etmək məqsədilə tikilmişdir. Türbə keçmişlə bugün arasında körpü rolunu oynayaraq Azərbaycanın tarixi yaddaşını və memarlıq ənənələrini yaşadan nadir abidələrdən biri kimi öz dəyərini qoruyub saxlayır. Gəl gedək, gəzinək, gəzinək, gəzinək yenə biz bu yerdə. Memarlıq baxımından türbə 8 bucaqlı quruluşu, zərif günbəzi və incə daş oyma elementləri ilə seçilir. Tikintisində əsasən ağ daşlardan istifadə olunmuşdur. Bu, orta əsr Azərbaycan memarlığının estetik zövqünü, yüksək sənətkarlıq nümunəsini və sadəliyini əks etdirir. Əslində bu sadəlik təsadüfi deyil. Bu, orta əsr memarlığında sadəlik və zərifliyin göstəricisi idi. Bu, həm də türbənin dini və xatirə məsələ daşıması ilə bağlıdır. Buludlar baş əyir, üstündən keçir Bakımın qalası İçəri şəhər. Tarixi baxımdan bu türbə Şirvanşahlar dövləti dövrünün əhəmiyyətini və Şirvanşahların regionda oynadığı rolu əks etdirir. O, həm də Bakının o dövrdə mühüm siyasi və mədəni mərkəzlərdən biri olduğunu göstərən əsas sübutlardan biridir. Şirvanşahlar türbəsi ilə yanaşı, Şirvanşahlar Sarayı kompleksi daxilində yerləşən saray binası, divanxana, məscid, hamam və məqbərə kimi digər tikililər birlikdə Azərbaycanın orta əsr memarlığını və mədəni irsini zəngin şəkildə əks etdirən vahid və dəyərli bir ansambl yaradır. Gəl gedək seyr edək qız qalasını, İçəri şəhərin mərd balasını. Gözləyir yolumu mənim bu yerlər, Bakının anası İçəri şəhər. Gözləyir yolumu mənim bu yerlər, Bakının anası İçəri şəhər. Burada 1-ci qəbir 1-ci Xəlullahın oğlu Şəhzadə Fərrux Yəminə, 2-ci qəbir anası Bikə xanıma, 3-cü qəbir 1-ci Xəlullahın zövcəsinə, 4-cü qəbir 1-ci Xəlullahın oğlu Şəhzadə Şeyx Salihə, 5-ci qəbir isə oğlu İbrahimə məxsusdur. Bu, orta əsr memarlığında qorunma, həm də dini rola bağlılığını göstərir. Gəl keçək evlərin arasından biz toxusun hər daşa əllərimiz. Burada kəndində zərif abiyə baxmışıq. Əslində biz 500 illik bir tarixlə üz-üzəyik. Kompleksin UNESCO Dünya İrs siyahısına daxil edilməsi onun beynəlxalq səviyyədə tanınmasını təmin etmişdir. Müasir dövrdə bu türbə həm turistlərin maraq göstərdiyi mühüm məkanlardan biri, həm də gənc nəsillərin tarix və mədəniyyətlə tanışlığında əhəmiyyətli rol oynayan irs abidəsidir. Əgər bir gün yolunuz İçəri şəhərə düşsə, siz də buraya dayanıb baxmağa və düşünməyə dəvət edirəm. Vətənə yaraşıb bizim bu şəhər, dalğalar oxşayır onu hər səhər. Buludlar baş əyir, üstündən keçir Bakımın qalası. Diqqətiniz üçün təşəkkürlər. Buludlar baş əyir, üstündən keçir Bakının qalası İçəri şəhər.